Hə, köhnələr. Deyirəm, nə üçün görəsən? İnsan yaşlaşdıqca, belə hələ skameykada oturub, hələ belə çorta getməyə daha çox üstünlük verir. Nəinki gedib bu restoranlarda oturmaqdan, hə? Görəsən, nə üçün insanın başı yavaş-yavaş ağara-ağara, başı daş divara deyə-deyə, adi belə parklarda, belə axşam belə ləzzətli, sərin mey, əsə-əsə bu küləyin altında gezməyə daha çox üstünlük verir. Nəinki getsin, nə bilim, klublara, filanlara, beş mekanlara, hə? Siz bilirsiniz, hə? Bu sualın cavabını. Deyirəm sizə, mən indi oturmuşam elmlərdə, Hüseyn Cavid Parkında. Yanımda bir cavan oğlan oturur. Özü də əlində kitab oxuyur. İnanın, gördüm bunu. Mənə hələ bir dünyaları verdilər də. Hardasa özüm yadıma düşdüm. 10 yaşında. Mənim yadımdadır ki, Allah ölənlər bizə rəhmət eləsin. Mənim bu kitab oxumaq stimulumu mənə 2 adam belə bəxş etmişdi. Biri rəhmətli ana, biri də rəhmətli bibim. Yəni bu 2 adamın mənim dünya görüşümün formalaşmasında əvəz olunmaz bir zəhməti oldu. Ona görə kitab oxuyan görəndə, inanın, mən əməlli başlı sevinirəm. Yəni ruslar demişkə fikirləşirəm ki, еще значит не все потеряно. Göstərirəm mən sizə onu. Gördünüz, çox çəkmək istəmirəm, narahat eləmək istəmirəm də. Amma ki, bax, belələri də var, qəlbdən qəlbə bu qədər.